Hazırda İranda təxminən 12-13 gündür ki, etiraz aksiyaları davam edir. İranda baş verən etirazların səbəb bazası əsasən təbiidir. Uzun müddətli sanksiyalar, milli valyutanın dəyərdən düşməsi, qiymət artımları və sosial rifahın zəifləməsi cəmiyyətdən narazılıq yaradıb. Rəsmi Tehran da bu reallığı inkar etmir. İran rəsmiləri açıq şəkildə bildirirlər ki, iqtisadi problemlərə etiraz normaldır və hökumət bu istiqamətdə islahatlar aparmalıdır. Hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynov qonşu ölkədə baş verən hadisələrə münasibət bildirməklə həmişə olduğu kimi özünə məxsus mövqeyini ortaya qoydu. Ətraflı sujetimizi izləyək. İndi mən istəyərdim ki, bax bu məsələ ilə bağlı bizə öz fikirlərinizi bölüşəsiz. İranda nə baş verir və bu proseslərin baş verməsi nəyə gətirib çıxara bilər? Sonra detallı şəkildə təbii biz... Mən də salamlayıram. İnanın ki, bu günü təbii də mən öz həyatım boyu izləmişəm. Hətta, necə deyərlər, öz gənclik devrimdə SSR-nin dağılmasıyla bağlı fikirləşirdim. Təbii bunu gördük. Azərbaycanın müstəqilliyini gördük. Daha indi sonra bu 30 illik işğal devrimizi gördük və çox Allaha dua edirik ki, biz şəhidlərimiz Allah rəhmət eləsin. Biz öz torpaqlarımızı erməni qəsbkarlarından azad edə bildik. Təbii bunu da biz 30 il gözlədik. Ancaq sonda buna nail olduq. Mən şəxsən inanın ki, bu barədə dəfələrlə danışmışam. Müsahibələrim var, kitablarım var. Ancaq mənim yeganə bir arzum var idi. Yəqin ki, siz bir dəfə mənimlə müsahibə aparanda sual verdiniz. Bir neçə dəfə yadınıza gəlir yəqin. Mən dedim, yox, mən hələ Cənub Azərbaycan barəsində fikirlərim qalır və o günü gözləyirəm. Və bu son 2 həftə ərzində bu hadisələr başladı. İranda gedən prosesləri təbii bugün bütün dünya izləyir. Təbii mən də izləyirəm və çox narahatçılıqla izləyirəm. Əlbəttə, bu belə olmalı deyil idi. Bu tarix barəsində uzun-uzadı danışıb vaxt aparmaq istəmirəm bunu. Hər bir Azərbaycanlı bilir. Ancaq onu demək istəyirəm ki, dünyada bəlkə də yeganə biz xalqıq ki, böyük bir əksəriyyətimiz, təxmini deyirlər 30 milyon, 40 milyon Azərbaycan türkü İran ərazisindədir. Bu İran deyiləndə bu məmləkət adıdır. İran tarixən türk ərazisi olub, türk dövlətləri olub. İran dünyanın ən qədim ölkəsi sayılır da, bu tarixçilər bunu bilir. Və onun da 1000 illik tarixi türklərlə bağlıdır. Səlcuqlarla, elə Səfəvilərlə, nə bilim, bütün Nadir Şahla, Qacarlarla uzun illər İran ərazisində türk dövlətləri olub. Çox təəssüflər olsun ki, 21-ci əsrdə İranda gedən proseslərdə bu Qərb Avropa ölkələrinin müdaxiləsindən Pəhləvilər hakimiyyətə gəldi və Pəhləvi rejimində demək olar ki, o devirdə də Azərbaycanda demokratik qüvvələr milli azadlıq uğrunda, həmçinin respublika quruluşu uğrunda mübarizə apardılar. Bilirsiniz, Səttarxan, Bağırxan, Pişəvəri. Bunlar da təbii də çox qanlı tarixlə yatırıldı. Əlbəttə, hər biri o tarix mənim dediyim kimi kitablarımda əks olundu. Nadir Əfşar kitabı yazarkən 2014-cü ildə İrana səfər etdim. Vurğuladığım kimi o barədə də mən əsərlərimdə var. Çox məyus oldum. Böyük bir məmləkət, böyük bir ərazi və orada Azərbaycan millətinin, necə deyərlər, vəziyyətini gördüm. Çox acınacaqlı idi. Məktəblər yox, televiziya kanalları demək olar ki, yox. Heç kəs öz dilində danışmağa ictimai yerlərdə qorxurdular. Yalnız maşının içərisində, qapalı bir yerdə biz Məşəddə olduq, Təbrizdə olduq, danışmaq mümkün idi. Çox acınacaqlı bir vəziyyət idi, həm də iqtisadi cəhətdən Tehranın vəziyyəti, İranın vəziyyəti məni bu günə qədər də çox narahat edirdi. Ancaq bu son hadisələr bir qədər ruhlandırır. Həmçinin mən bu hadisələrdə Amerikanın prezidenti Trump'ı da dəstəkləyirəm.
Həmçinin Trumpın həm Azərbaycan-Ermənistan münasibətlərinə olan bizə olan o müqavilənin də sülh müqaviləsinin bağlanmasında dəstəyi, Trump necə deyərlər, yolunun açılmasında olan dəstəyi bu təbii 21-ci əsr Türk əsri adlanırdı. Bu həqiqi mənada da artıq Türk Dövlətlər Birliyinin yaranması, Türk-Azərbaycan münasibətləri, Orta Asiya respublikalarının münasibəti artıq demək olar ki, dünyada Türkün qüvvəsini göstərir. Və bugün İranda gedən prosesləri əlbəttə hər birimiz izləməliyik, həm buna da dəstək olmalıyıq. Mən elə hesab edirəm ki, bizim bu çıxışımıza da yəqin ki, kimlərsə baxacaq. Hər bir Azərbaycanlı demək olar ki, dünyada yayılan bəlkə də 50 milyondur, bəlkə də daha çoxdur. Bu hadisələrə dəstək olmalıdır və mənim arzum, istəyim ondan ibarətdir ki, İranda demokratik bir quruluş əmələ gəlsin. Mən bilirsiniz, hüquqşuyam, özüm də beynəlxalq sahədə. Belə hesab edirəm ki, bu son çıxışlara da baxıram. Burada həm Pəhləvinin qayıtması, bu da bir dəstəkdir. Ancaq onun yenidən gəlib İranda şahlıq rejimi yaratması absurddur. Həmçinin də indi son bu prezident seçkilərində Peşkanın qalib gəlməsi, Azərbaycan Türkü kimi Bakıya bir-iki dəfə səfər etməsi bizi təbrik göndərmişdi, mənim yadımdadır. Və mən belə hesab edirəm ki, bu birinci növbədə İranın konstitusiyasında bu dini rəhbərin mövqeyi o Sovet konstitusiyası kimi dəyişdirilməlidir. Təbii xalq prezidentini seçir, bütün dünyada olduğu kimi. Və Peşkan hakimiyyətində tanınmalıdır. Peşkan da bu keçid dövrü üçün, əlbəttə ki, İranda bu hadisələrə təbii ki, necə deyərlər, belə qırğınsız, qiyamətsiz, bunları keçid dövründə idarə etməlidir. Yəni, bu inqilab devirlərində, indi biz bu inqilabları yaşamışıq da bilirsiniz, Oktyabr inqilabı və yaxud başqa ölkələrdə gedən inqilablar, mən bunların İranda təkrar olunmasını arzu eləmərəm. Əslində, elə Qacarlar da Pəhləvlər tərəfindən devrilib, Pəhləvlər də qanunsuz gəlmişdi. Təbii, onlar şahlıq rejimi idi. Artıq dünyada bu krallıq, şahlıq rejimi demək olar ki, silinib gedir. Yəni, simvolik olaraq qalıb. Ərəb ölkələrində qalsa da, bəzi Avropa ölkələrində təsəvvür edin ki, İngiltərənin kralı, o 18-ci əsrdə İngiltərə kralı da, indi İngilislər onu, necə deyərlər, simvolik saxladılar. Krallıq da bütün ərazisini, o müstəmləkələrini azad etdi. Hindistanı, Pakistanı, deyək, Kanadanı, Avstraliyanı özü buraxdı. İndi bugün bir dənə dünyada qalan böyük imperiya, Rus imperiyasıdır. Təbii ki, Allah qismət eləsin ki, onun da biz süqutunu görək. Da indi bilirsiniz, dünyada bütün bu hadisələrin mən elə hesab edirəm ki, elə arxasında da bu Rus imperiyası durur. Bir də bunu da vurğulayıram. İndi vurğulandı ki, Trump çox böyük bir addım attı və göstərdi ki, əgər ixtişaşlara qarşı hərbi qüvvələr tətbiq olunsa, Amerika müdaxilə edəcək. Mən bunu da alqışlayıram. Çox böyük bir addımdır. Biz İranda bu demokratik devrilişi görəcəyik. İranda olan xalqlar da azad yaşamaq hüququna malikdirlər. Bugün dünyanın əksər ölkələri, Avropası da, Amerika Birləşmiş Ştatları da təbii bunu çox ciddi surətdə izləyirlər. Və mən elə hesab edirəm ki, bu İranın dini lideri də bunları eşitməli, görməlidir və özü də azad və öz, necə deyərlər, sabit sürətdə hakimiyyətdən getməyi bacarmalıdır. Bunun özü də bir böyüklük olar onun üçün və gələcək İran xalqının, İran dövlətinin mənafeyi üçün. Cahangir müəllim, bir sual da verəcəm. Bax, bu proseslərdən sonra Azərbaycan Respublikası ilə orada yaşayan soydaşlarımızın münasibətlərinin tənzimlənməsində yeni dövr ki, deyirik də, açıla bilər. O dövr necə ola bilər sizcə? Mən belə hesab edirəm ki, o bir müddət, təbii də bilirsiniz, 200 ildən artıqdır ki, Şimali Azərbaycan, Cənubi Azərbaycan ərazilərinə bölünüb. Hətta mən öz birinci əsərimdə göstərmişdim ki, biz Azərbaycan Respublikasını
Şimali Azərbaycan Respublikası adlandırmalıyıq. Təbii bir devir gələcək, buna da biz nail olacağıq. Ancaq əlbəttə bu proses bir qədər çəkməlidir. Birinci növbədə İranda dediyim kimi demokratik bir dövlət yaranmalıdır. Artıq bu dini rejimdən kənarlaşmalıdır. Və gələcək nəsillər deyim, gələcək illər deyim, əlbəttə Azərbaycan vahid formada birləşməlidir və buna bizim haqqımız çatır və bilin ki, orta əsrlərdə Azərbaycan dövləti ən böyük imperiyalardan, ən böyük dövlətlərdən biri olub. Bax, siz qeyd etdiniz Yeni Dünya Nizamı əsərinizi. Mən də əslində girişdə bunu xatırlatmışdım. Cahangir müəllim, müsahibəmizin sonunda bu kitab haqqında tam ətraflı məlumat verərdiniz. Niyə? Çünki Yeni Qarabağnamə kifayət qədər populyar oldu. Biz o kitabın xarici ölkələrdə yayılmasının bir növ iştirakçısı və şahidi olduq. Və əminik ki, bu kitab da yayılacaq, tərcümə olunacaq. Amma bilmək istərdik ki, bu kitabın məzmunu nədən ibarətdir? Yəni, qısa da olsa istəyərdik tamaşaçılarımıza məlumat verəsiniz. Kamran bəy, deməli mən 2016-cı ildə bu hadisələrlə bağlı, yəni 2016-cı ildəki o aprel döyüşlərlə bağlı birinci fikir və düşüncələrim əsərini qələmə aldım. Həmin kitab burada qarşımızdadır. Daha sonra mən fikir, düşüncə və mülahizələrim əsərini qeyd elədim. O da həm İslam həmrəyiliyinə, həm Azərbaycanda Demokratik Respublikanın 100 illiyinə həsr olundu. Həm də üçüncü kitabım fikir, düşüncələrim və xatirələrim oldu. Orada da mən demək olar ki, bu hadisələrə bir daha qayıtdım və Azərbaycanda gedən suverenliyimizin bərpasına həsr elədim. Və o devirdə də biz Yeni Qarabağnamə əsərimizi yazdıq və o əsərimiz də ingilis dilində çap olundu və sizin də böyük bir minnətdarlıq edirəm elə bugün sayənizdə dünyanın əksər ölkələrinə, bəlkə də bir 50-yə yaxın ölkələrinə paylanıldı, həmçinin Ermənistana da göndərildi və o əsərimizdə biz sülh sazişinə də toxunduq ki, bütün müharibələrin sonu sülhlə bağlandığı kimi, onu mən 2021-ci ildə vurğuladım. Bu hadisələr də sülhlə tamamlanmalıdır. Çox yaxşı haldır ki, cənab prezidentimiz də Amerikada olan görüşlərdə Ermənistanın baş naziri ilə bu sülh haqqında danışıq getdi və inanıram 2026-cı ildə də bu sülh prosesi başlayacaq və tamamlanacaq. Artıq Azərbaycan-Ermənistan əlaqələri də, ticarət əlaqələri yaranmaqdadır. Əlbəttə, bu ermənilərin böyük bir qəbayəti idi. Mən o hadisələrin birinci gündən bu hadisələrdə iştirak eləmişəm. Bir polis zabiti kimi, necə deyərlər, 88-ci ildən düz 94-cü ilə qədər. Yüzlərlə, minlərlə şəhidlərimiz oldu. Həmi Daxili İşlər Orqanının əməkdaşları şəhid oldular. Yəni, mənim özüm də bu hadisələrdə ağır xəsarətlər aldım. Elə hesab edək ki, keçmiş olsun, tezliklə sülh bağlanacaq və Cənubi Qafqaz evi yaranacaq və burada da böyük potensial imkanlar var. Həm turizm sahəsində, həm nəqliyyat sahəsində. İndi bilirsiniz, Trump marşrutu əmələ gəlsə, böyük Çin səddindən tutmuş, bütün Avropaya qədər böyük nəqliyyat dəhlizləri açılacaq. Bu da Azərbaycanın iqtisadiyyatına böyük təfələ veriləcək. Və mən axırıncı kitabım, daha doğrusu öz bir qədər də mənə doğma olan Gədərbəylə bağlı oldu. Necə deyərlər, o rayonun tarixindən bağlı oldu. Həmçinin bizim Göyçə mahalı ərazisindən bağlı oldu. O ərazi ilə də həmin kitabımızı mən, necə deyərlər, oxuculara təqdim elədim. Böyük Dədə Qorqud yurdu deyilən əsərimlə. Ancaq indi bu növbəti əsərimi demək olar azaltmışam. Bu Yeni Dünya Nizamı. Elə bilin ki, bu da əsasən mənə bir ruh verdi ki, mən inanırdım ki, bu
Cənubuda İranda olan hadisələr tamamlanacaq. Bu əsərimdə də mən dünyada gedən bu proseslərə toxunurdum ki, yəni böyük bir Azərbaycan yox, dünya ərazisində artıq bu müharibələrə son verilməlidir. Nəinki elə bir bizim uzaq şərq, yaxın şərqdə elə Rusiya-Ukrayna müharibəsi, Latın Amerikası və yaxud bugün bilirsiniz də Tayland, Kamboca hadisəsi, ondan qabaq Hindistan-Pakistan hadisələri, bütün dünyada gedən bu proseslər və heç kəs də qarant verə bilməz ki, sabah hansısa başqa bir regionda da belə hadisələr başlayacaq. İndi əlbəttə bizim əlimizdən əsər yazmaq gəlir. Ancaq təbii ki, bəlkə də həmin bir devir gələcək ki, bu əsərlər də elə bizim həm beynəlxalq hüquqçulara, həm siyasətçilərimizə lazım olacaq. Mən elə hesab edirəm ki, 21-ci əsr artıq sülh əsri olmalıdır. Bu devirdə müharibələrə son qoyulmalıdır. Heç bir ölkədə müharibə olmalı deyil, inqilablar olmalı deyil. İnsanlar dinc, yanaşı, azad yaşamalıdırlar. Vurğuladım dünən elə bir tədbirlə bağlı mən şəhər ərazisində çıxmışdım. Bir sıra ticarət mərkəzlərində olduğum, bir sıra necə deyərlər, ictimai yaşa. İnanın Azərbaycan xalqının necə rahat yaşamağını şahid oldum. Böyük mənə ruh verdi ki, məhz Azərbaycan xalqı da bugün belə bir azad, firavan yaşamaq hüququna malikdir. Cahangir müəllim, təşəkkür edirik maraqlı müsahibəyə görə və minnətdarıq. Siz də çox sağ olun. Mən elə gəlir ki, fikirlərimizi bölüşdük və arzu eləyək ki, 2026-cı ilimiz sülh, əmin-amanlıq və İrandakı gedən hadisələr də sülh yolu ilə demokratik proseslərə qədəm qoyacaq.